Bigfootlar ailəsi. Bütün ailələr qəribədir. Amma inanın ki, heç biri mənim ailəmlə müqayisə edilə bilməz. Anam adi insandır, amma atam Bigfootdur. Bəli, sözün əsl mənasında qar adamıdır. Mənə baxsan belə deməzsən, amma mən də Bigfootam. Bütün möcüzəvi bacarıqlar məndə də var. Amma xoşbəxtlikdən yünüm yoxdur. Hansı bacarıqlardır? Bigfoot böyük ayaq deməkdir. Mənim ayaqlarım böyükdür. Əvvəllər bu məni çox yorurdu. Ayaqqabı dəyişməkdən bezmişdim. Amma ayaq yalın ildırım sürəti ilə qaçıram. Wow! Salam. Adamın yanındayım. Mənim həm də çox iti qulaqlarım var. O çox yaxşı oğlandı. Amma biraz utancaqdı. Hə? Bəzən hətta həddən artıq yaxşı eşidirəm. Bundan başqa Bigfootlar həm də müalicə eləməyi bacarırlar. Bu isə istənilən zədə zamanı çox rahat olur. Tibb xərclərinə qənaət edirik. Bir şey də var. Mən heyvanlarla danışa bilirim. Sabahın xeyir adam. Sabahın xeyir Wilbur. İsti suyun hamısını işlədib qutarma ha. Məndən nasıl deyim ki, bu qədər xəz xüsusi qulluq tələb eləyir axı. Bizim evimizdə çoxlu heyvan yaşayır. Onlar ata meşədə yaşayarkən dostlaşdığı heyvanlardır. İndi isə onlar ailəmizin üzvləridir. Biz fəsəli bişiririk. Yemək istəyirsən. Hadi gəlsin. Başqa butu. Tullan. Şey tuttun ha? Neyməz. Hamının sabahı xeyir olsun. Adam, arxanca vannanı təmizlə. Hər yer tükdü. Mənim günahım yoxdur. Fəsəlini tut. Ay zibil. Oh, Trapper, sənə deməmişəm ki, yeməyi tullama. Yaxşı yerək. Mən əla attım. Mən neynim ki sən tuta bilmirsən. Həm də yeri gəlmişkən. O nə deyir elə? Anam heyvanların dilini başa düşmür. Ona görə də evdə asayişi mən qorumalı oluram. Trapper dedi ki, çox təəssüf eləyir və sən çox gözəl görünürsən. Heç biri də tərcümə eləyərlər. Sən yalan danışırsan. Dedim axı, mənim çox qəribə ailəm var. Bilirsən, məncə sənin kimi yekəpər bir ayı üçün bir fincan qəhvə çox azdır. Əgər çox qəhvə içsəm, bütün ili yata bilmərəm. Şəxsən mənə səhərlər daha çox enerji lazımdır. İndi başlayacaq. Pult hardadır? Bir dəqiqə. Ekstrakt üçün təbiət hər şeydən vacibdir. Ekstrakt ekoloji təmiz neftdir. Sabahın xeyir dünya. Sabahın xeyir dünya proqramına xoş gəlmisiniz. Və mən Becky Dabmorayam. Növbəti qonağımızı təqdim eləməyə ehtiyac yoxdur. Amma buna baxmayaraq onu təqdim eləyəcəm. O meşənin dərinliklərindən gəlib həqiqi mənada qarşılayın hamının haqqında danışdığı Bigfoot. Süper! Çok güzel. Bu yeni görkəminiz mənim xoşuma gəldi. Qısa tumanla müqayisədə bu böyük inkişafdır. Təşəkkürlər Becky. Meşədə yaşayanda dəbli mağazalara getmə imkanım yox idi. Mən hamımızı maraqlandıran sualdan başlamaq istəyirəm. Bütün bu illər ərzində siz hardaydınız? Əslində bu elə də asan sual deyil. Mən alim idim və genetik tədqiqatlarla məşğul olurdum. Amma bir eksperimentim baş tutmadı. Mənim DNT-im mutasiya oldu və mən Bigfoot'a çevrildim. Məncə biz hamımız bu mutasiya ilə razıyıq.
Bu mutasiya sizə çox yaraşır. Ah, mən haqlıyam, xanımlar. Hə, yaxşı, bəs sonra nə oldu? Sonra bir dərman şirkəti məni izlədiyinə görə gizlənməli oldum. Onlar məni tutub genetik mutasiyamı tədqiq eləmək istəyirdilər. Amma o şirkət bağlandıqdan sonra mən nəhayət öz ailəmin yanına qayıda bildim. Yəqin bu onlar üçün əsl şok oldu, hə? Mən hər şeyə görə oğlum adıma minnətdaram. O məni tapdı və evimizə qaytardı. Bu şəkildən zəhləm gedir. Səni başa düşürəm, amma narahat olma. Amma mənim kimi fotogenik ola bilməz. Bir mənim sifətimə bax, bu tərəfdən gözəl görünür. Bəs bu tərəfdən necə? Bilərsiniz, evə Bu heç də gülməli deyil. Evə qayıtmaq çox gözəldir. Bizlə qalsaydın daha gözəl olardı. Bəsdir. Axı sən hər şeyi başa düşürsən. Amma daha ağacların başında gəzmədiyinizə baxmayaraq elə indi də yaxşı formadasınız. Narahat olmayın. Əl qol atmağa başlamısan bəlkə. Sizin çox möhkəm məsələləriniz var. Siz çox gözəl formadasınız. Bəs başa düşmək harda qaldı ana? Mənim sözlərimi təkrarlama. Siz artıq ulduza çevrilmisiniz. Mən qətiyyən buna əmin deyiləm. Bəsdir görək. Hər kəs istəyir ki, bu cür böyük ayaqları olsun. Növbət atdım, nə olacaq? Yeni paltarlar, ayaqqabı reklamı, video oyunlar. Bilirsiniz, mən sizi öz agentimlə tanış eləmək istəyirəm. Bilirsiniz, mən dünyanı daha da yaxşılaşdırmaq üçün bir işlər görmək istəyirəm. Bu çox gözəl səslənir. Xanımlar və cənablar, Bigfoot! Bu çox gözəl müsahibə oldu. Bigfoot əsl centilmendi. Aferin. Yox, o çox sönük görünürdü. Yolunu ötürüblər, nədir? Bax, elə buna görə də deyirəm ki, ona əsl menecer lazımdır. Aha, bunu da səndən yaxşı heç kim bacarmaz, hə? Təbii ki, mən show biznes üçün yaramışam. Hər nə desəm məndə var. Deyirəm bəlkə o biti olmayan bir menecer tapsın. Ey, mənim bitlərim show biznesdəki showmenlərin çoxsundan yaxşıdır. Ah, yaxşı, bəsdir. Sən məktəbə getməlisən. Hə, əla. Yenə gəldi. Adam, atam mən avtoqraf edər. Bigfoot mənim ad günümə gələcək. Ancaq o gəlsin çünki çox qonağım olacaq. Sənin atan bomba oğlandı. Mən ona məktub yazmışam. Ona çatdıra bilərsən. Uşaqlar, tez on sinfə gedin. Dəhlizdə toplaşmayın. Təhlükəsizlik qaydalarını pozursunuz. Adam, axı biz səndən köhnə dostlarıq. Bir-birimizi yaxşı başa düşürük. Elə deyil? Hə, siz məni dərslərdən kənarlaşdırmısınız. O adam. Mən əminəm ki, bu rəhbərliyin səhvidir. Amma rəhbərlik elə sizsiz də. Buna baxmayaraq, xahiş edirəm atana de ki, bu foto şəkli imzalasın. Qoy altında yazsın ki, direktor Jonesa. Mən zəhmət bağışlayın, oldusa. mən çox tələsirəm. Yox, İndi yox, mən Mənim getməliyəm. yaxın dostum direktor Jonesa. Amma ən yaxşı belə yazsın. Mənim ən yaxın dostum direktor Jonesa. Vardan asacağım, gözəl görünəcək. Tez olun onu da alacaq. Adam, atam benim için bunu imzalayar. Mən avtoqraf verər. Çox istəyirəm, nə olar, mən avtoqraf verəm. Xahiş edirəm, aslında mənim üçün imzalasın. Çox maraqlıdır. Emma? Hələlik. Ay səni. Əla. Adam, sən burada neynirsən? Əslində mən elmi məruzəyə hazırlaşıram. Utilizasiya haqqında. Doğruda, bilmirdim ki, sən zibil qabların içində gəzməyi xoşlayırsan. Hə, mən bu işin ustasıyam da. Deməli, indi sənin çətin dövründür. Mən atamı geri qaytarmaq istəyirdim. Amma onun başı o qədər qarışıqdır ki, evə gələ bilmir. Məlum məsələdir. Həyat həmişə belədir. Gah şirin olur, gah da acı. Hə, elədir ki, var düzdür. Uşaqlıqda elə bilirdim ki, valideynlərim həmişə birlikdə olacaqlar. Amma elə olmadı. Bəlkə biz başqalarından həddən artıq çox şeylər gözləyirik. Bilmirəm. Mən düşünürdüm ki, nəhayət hər şey öz normal axarına düşəcək. Amma yox, o birdən-birə ulduza çevrildi və hamı ondan nəsə gözləyir. O elə də pis deyil. İnsanlar onu sevirlər. O hamıya sevinç bəxş eləyir. Bəzən mən istəyirəm ki, heç kim onu tanımasın. Bəs bu nədir?
Ailəmizdə ayı peyda olandan sonra daha böyük maşın almağa məcbur olduq. Ciddi deyirsən? Sürücülük imtahanını bu bədheybətdə verəcəksən? Yox, heç bu haqda düşünməmişdim. Paralel maşın saxlamada uğurlar. Mənim üçün çox çətin olacaq. Bütün həyatım boyu avtobusdan gəzməli olacağam. Gəzəcəksən? Yox, sən sürəcəksən. Ding! Sənin dayanacağın. Hələlik. Ey, Emma, fikirləşdim bəlkə biz birlikdə kinoya gedə bilərik ya da görüşüb gəzməyə çıxarıq. Hə, nə deyirsən? Özümə nifrət eləyirəm. Benim için bunun farkı yoktu. Ne kadar ki mükabileni görmemişim, imzalamadan söhbət gedə bilmez. Yok, yok. O faks gönderebilmez. İndi 80'inci iller değil axı. Faks ölüb. İşlerin necə oğlan? Götür, bu sənə hədiyyədir. Ama yok, bunu sənə öz qiymətinə verəcəm. Oo, bir dəqiqə. Toptan satış qiymətinə götürərsən, yaxşı? Ha, nədir? Yok, sənə dedim axı, müqabiləsiz olmaz. İstəyirsən, onda al geldi. O başka senlerden bizde de var. Bak, oldu küre. Hop dayan. Bigfoot oldu küreyle ateş açır. Düzün desem boyundaki mentik beni açmadı. Ha, ne oldu? O tip hardan peyda oldu? Oyun bitti. Ay seni zibile kalasan. Bu Bigfoot oyununu hiç hoşlamadım. Buradaki yanıt en zayıf obrazdı. Onun hiçbir husus bacarığı yoktu. Müdafaa 0, sehir 0, güc 0. Bu bir abırsılıktı. Salam adam, işlərin necədir? İnan mənə, bunu bilməsə yaxşı olar. Burada nə olub belə, hə? Bütün bunlar mənim müsahibəmdən sonra peyda Sənə olub. sonra zəng eləyərəm. Bəs Sənə bu dedim kimdir axı, belə? müqabilə Bu olmasa zirzibilin imzalama üstündə veriblər. olmayacaq. Ama burada çok güzel düşmüşsən. Əvəzində isə burada çox dəhşətli görünür. Qulaq as, Bigfoot. Sən elə bu saat bu müqaviləni imzalamalısan. Dəmiri isti-isti döymək lazımdır. Bax elə indi döyməyin əsl vaxtıdır. Ha, nədir? Bu oğlan ancak pul maraqlandırır. Koyma sen Allah'sın. Nə qədər ki mənə oxşar oyuncaqların istehsalına başlamayıblar, heç nə imzalama. Qiymətləri isə özümüz təyin eləyərik. Bilirsən, həm də bir neçə variantı buraxdırarıq. Onda kolleksiya yığanlar üçün də almağa bir şey olacaq. Həm mehriban, həm vəhşi, həm də dincələn variantını buraxdırarıq. Mən belə yaşamaq istəmirəm. Nə? Nə məsələdir? Məbləğ azdır? Deyəsən yaxşı alverçisən ha, Bigfoot. Mənim buna hörmətim var. Gəl belə eləyək. Məbləği artırarıq, faizi də qaldırarıq. Mən demək istəyirəm ki, bunların heç birini istəmirəm. Mən öz obrazımın bütün kütləvi informasiya vasitələrində və başqa şeylərdə istifadə olunmasını istəmirəm. Nə? Qulaq as, indi danışa bilmirəm. Burada bəzi problemlər yaram. Sonra zəng Mən eləyərəm. üstündə şəkilim olan zirzibilləri satmaq istəmirəm. Hamı üçün faydalı ola biləcək işlər görmək istəyirəm. Nə? Faydalı? Sən nə danışırsan? Mən faydadan 10% götürə bilmərəm axı. Mənə bir qeyri-ticarət təşkilatı məktub Siz göndərin. heç bilirsiniz onlara niyə qeyri-ticarət təşkilatı deyirlər? Hı? Ey! Çünki onlar 1 sent belə qazanmırlar. Zirzibilini də yığışdır, rədd ol buradan. Bilmirəm heç bu necə oldu. Başa düşürəm, bu əxlaq məsələsidir. Amma bir də fikirləş. Lap zəhləmi tökdü. Vəziyyət nəzarətdən çıxmağa başlayır. Sən pul götürmədin, başın xarab olub. Bizdə 3 insan və 10 heyvan yaşayır. Hamısı bir damın altında. Sən istədiyin vaxt çöldə yata bilərsən. Eşitdin? Kim, mən? Yox, mənə burada da çox xoşdur. Sağ olun uşaqlar. Əziz doktor Harrison. Bu məktubu sizə Alyaskadan, Rock Valley-dən yazırıq. Hökumət ekstrakt şirkətinə bizim vəhşi təbiət ərazisində neft çıxarmağa icazə verib. Bu şirkət hökuməti inandıra bilib ki, onların qazdıqları neft quyuları ətraf mühitə heç bir ziyan vurmur. Biz hesab eləyirik ki, ekstrakt şirkəti yalan danışır. Onlar bizim ekosistemimizi təhlükə altında qoyurlar. Sizin nüfuzunuz nə baş verdiyini hər kəsə sübut eləməyə imkan verər. Və nə qədər ki, gec deyil, onları dayandıra bilərsiniz. İmza, Pem və Şeymus. Ekstrakt. Hara baxırsan bu şirkəti görürsən. Siz taliyə inanırsınız. İlahi, yenə başlandı da. Budur. Bax, mən bununla məşğul olmalıyam. Mənim səsim insanlara kömək eləyə bilər. Mən ora getməliyəm. Alyaska'ya? Ciddi deyirsən? Mən bu problemi həll eləyə bilərəm. Qətiyyən, sən evə bugün gəlmisən. Yenə getmək istəyirsən? Axı mən öz məşhurluğumdan istifadə eləyib dünyanı dəyişdirə bilərəm. Hə, ata, bunu sənə demək istəmirdim, amma insan dünyanı tək dəyişə bilməz. Mümkün deyil. Düz demirsən oğlum və mən bunu sənə sübut Yaxşı, edəcəm. bəs mən? Bilirsən nə var? Bunu müzakirə eləmək lazımdır. Diqqətinizə çatdırım ki, amma mən pulu götürərdim.
Adım, danışaq. Nə haqda danışacağıq? Sən neçə ildən sonra qayıtmısan, amma yenə çıxıb getmək istəyirsən. Sənə yaxşı yol, çıx get. Yaxşı görək, özün də bilirsən ki, elə deyil. Mən nəsə eləməliyəm, oğlum. Mənsə yatmalıyam. Səhər məktəbə gedəcəm. Mən səni çox istəyirəm. Özünüzü necə hiss eləyirsiniz? Yaxşı, sadəcə bu cür təyyarədə ilk dəfə uçuram. Biraz sirkəliyir. Nə? Bu silkələnmə deyil. Yaman buludludur. Mən biraz şəkil çəkmək istəyirdim. Fotoqrafsız, hə? Bayaqdan niyə demirsiniz? Onda həyəcan əlavə eləyək. Siz kaskadyorsunuz. Mən ümumiyyətlə uçmağı xoşlamıram. Mən yer insanıyam. Bəsdir görək, bu cür gözəllikləri qaçırırsınız. İndi sizə daha yaxşı rakurs verəcəm. Möhkəm olun. Gözəlliklər bəsimdir. Biraz da darıxdırıcı mənzərələr göstərin. Dəqiq istədiyiniz şəkilləri çəkə bildiniz? Mən sizi yenə gəzdirə bilərəm. Sizə çox gözəl yerlər göstərə bilərəm. İrəli! Yox, sağ olun. Mən nə lazımdır çəkdim. Yaxşı, onda görüşənədək. Yaxşı. Belə. Düzəldi, Sizdən Bigfoot'dur. İndicə Alyaskanın Rocky Valley bölgəsində yerə inmişəm. Bura ona görə gəlmişəm ki, bu ərazinin xilas olunmasına kömək eləyim. Amma ilk növbədə məni bura dəvət eləyənləri tapacam. Bir ətrafa baxın. Hava o qədər təmiz və təravətlidir ki, həm də görün necə sakitlikdir. Görüşənədək dostum! Bunu kəsmək lazım gələcək. Bir zamanlar Rocky Valley mədənçilərin şəhərciyi olub. Bu şəhər kabus sakinlər tərəfindən 100 il əvvəl tərk edilib. Təbiətin bu torpaqları yenidən özünə qaytarmasını görmək çox xoşdur. Bərbərxana. Bu şəhəri kabus adlandırırlar. Amma biz hamımız bilirik ki, kabus olmur. Adamı vahimə basır. Salam! Burada kimsə var? Belə, çox gözəl. Sən məni yaman qorxutdun. Elə bildim kabussan. Hey! Sürüş benim ərazimdə! Nə? Sürüş burada! Dayan dostum, dayan. Dayan deyirəm, dayan. Gedim axı! Dayan, yaxşı. Bir sözü sənə neçə dəfə demək lazım? Yaxşı, bu hissəni də kəsərik. Çıx get, ekstrakt! Çıx get, çıx get, ekstrakt! Çıx get, çıx get, çıx get buradan! Salam. Ay səni, kimlər təşrif buyurur? Doktor Harrison, xoş gəlmisiniz. Mən Beməm, sizlə danışmışdım. Görüşümüzə şad oldum. Yaxşısı budur Bigfoot deyin, hamı belə deyir. Mən Şeymusam. Bura gəldiyiniz üçün çox sağ olun. Sizin bu vacib işiniz uğrunda mübarizə parmağa dəyər. Məktubu oxuyan kimi gəldim. Yeri gəlmişkən elə bilirdim, mənə elə gəldi ki, siz çoxsuz. Çoxuq.
Yox, hələ ki 2 nəfərik. Amma bizim əlimizdə əsas var. Başlanğıc üçün heç də pis deyil. Yaxşı, bəs o dediyiniz şirkət hardadır? Hardasa körpünün o tərəfində. Ora heç kimi buraxmırlar. Yerdə hər tərəfə mühafizəçilər qoyublar. Havada isə dronlar uçur. Baxın. Çox şübhəli məsələdir. Mən bura gəlmişəm ki, səsimizi hamıya çatdıraq. Salam dostum, mən Arlo'yam. Rocky Valley'e hoş gelmişsiniz. Arlo Alyaskada doğulub böyüyüb. O bizi dəstəkləyir. Bizim işimiz onun işidir. Qulaq as, bizim düşərgəmiz orada yerləşir. Özünə yaxşı bir yer seçib, rahatlıqla dincələ bilərsən. Sağ olun, elə də eləyəcəm. Amma əvvəlcə hamı ilə birlikdə olmaq istəyirəm. Bizə baxan hər kəsə müraciət edirəm. Sizi bizlə birlikdə mübarizə aparmağa səsləyirəm. Yerli hakimiyyət orqanlarına məktub yazın. Bu videonu hər kəslə paylaşın. Ya da əgər macera sevənsinizsə, onda Alyaskaya, bizim yanımıza gəlin və sizin səsinizi hamı eşidəcək. Amma bir şeyi unutmayın. Kim olmağınızdan, harda yaşamağınızdan asılı olmayaraq dünyanı dəyişə bilərsiniz. Hə, 14 baxış çox şeyi dəyişdirəcək. Cem 14 bakış. Ben videosuz bundan çok yıkarım. İnan. Hətta mənim ona yazdığım da gəlir. Adam, o bu surette hiç Milada da gelip çıkmaz. Kömək eləmək lazımdır. Doğrudan? Mən elə bilirdim o dünyanı tək dəyişəcək. Yaxşı gerek demə düşər olma. Yaxşı, yaxşı. Onda gəl bu videonu yükləyək, biraz montaj eləyib canlandıraq. Kes, bura koy, çerçeveni reyle. Belki ulduzlu keçid əlavə eləyəsən. Yox, ulduz lazım deyil. Ay kişi, qulaq az, indi bu dəbdir. Peşəkar formada işləmək lazımdır. Ah. Bizi izləyən hər kəsə müraciət edirəm. Bizlə birlikdə mübarizə aparın. Mübarizə aparın. Hökumət Ekstrakt Net şirkətinə bizim ən böyük vəhşi təbiət qorxumuzda neft çıxarmağa icazə verin. Bu videonu hər kəslə paylaşın. Əgər macera sevənsinizsə, onda Alyaskaya, bizim yanımıza gəlin. Alyaskaya. Amma bir şeyi unutmayın. Kim olmağınızdan, harda yaşamağınızdan asılı olmayaraq, siz dünyanı dəyişə bilərsiniz. Bigfoot Planet üçün abunə ol. Hə, belə daha yaxşıdır. Düzdür, Spielberg'e çatmaz amma gider. Salam Emma. Salam, işləri necədir? Yaxşı. Səndən bir şey soruşmaq istəyirəm. Soruş. Mənim atamın internetdən başa çıxmır, amma köməyə ehtiyacı var. Mən burada onun videosunu yükləmişəm və bilmək istəyirdim, sizin komandanız onu yaya bilər? Hə, onlardan Çox soruşaram. sağ ol. Sən supersən. Sağ ol. Əla ata. Ümid eləyirəm bu hamının diqqətini cəlb eləyəcək və sən evə qayıdacaqsan. Yaxşı, bəs reşorluq elədin. İndi internetdə oturmaq mənim növbəmdir. Bu bomba videodur. Bu zibilə necə baxırsan axı? Bəziləri üçün zibildir, bəziləri üçün xəzinə. Bigfoot Planet üçün təbrik eləyirəm. Göstərdiyiniz üçün sağ olun. Əla materialdır. Ünvanı da yazın. Ora necə getmək olar? Biz gəlmək istəyirik. Məkan hardadır? Gözəl təşəbbüsdür. 1.700.000 baxış. Bak bu tarafa. Keçin, keçin. Çadırı qurtardınız. O tərəfdən. Mən də kömək edə Bu adamlar kimdilər? Sənin videon virusa çevrilib. Hər yerdən bura insanlar axışırlar. Sənin kompüterinə virus düşüb? Yox video virus kimi hər yerə yayılıb. Ona hamı baxır, fıskırıq. Oh, bu kəladır. Hə, əlbəttə əladır. Afərin Bigfoot. Sən dəlini geyin, pançonu at çiyninə, biz səni qarağat çayına və qoçu şorbasına qonaq eləyəcəyik. Bilmirəm o nədir, amma məmnuniyyətlə yeyər. Ay səni Bigfoot. Təcili xəbəri dinləyin. Alyaskada yerləşən tərk edilmiş mədənçilər şəhərciyi Rocky Valley bir qrup etirazçının neft Ey ana, məlumatı gəl ekstrakta bax, qarşı atamın apardığı səsi mübarizədən eşidildi. sonra Rocky bütün Valley'ni dünyada xəbərlərdə məşhurlaşır. göstərirlər. Bu etirazın əsas siması Bigfoot'dur. Bircə dənə qəza Rocky Valley'nin kövrək ekosistemini məhv edə bilər. Məhz buna görə də biz hamımız buradayıq. Biz insanlara söhbətin nədən getdiyini göstəririk və onları net şirkətinə qarşı mübarizə aparmağa səsləyirik. Maraqlıdır. Niyə məhz Bigfoot bu etirazın simasına çevrilib? Mənim özümə məxsus bir nüfuzum
pulum var və onu boşuna xərcləmək istəmirəm. Əgər biz ictimaiyyəti ekstraktın əleyhinə qaldıra bilsək, onlar burada neft istehsalını dayandıracaqlar. İndi isə ailə biznesinə çevrilmiş ekstraktın 3-cü nəsildən olan yeni prezidenti Connor Mandrake'i dinləyək. Sağ olun Jim. Şouda iştirak elədiyimə görə çox şadam. Bir sual verə bilərəm. Siz işə necə gəlmisiniz? Maşınla. Aha, əlbəttə. Dünyaya məhz neft lazımdır. Atamın dövründə neftin istehsalı problemlərə səbəb olurdu. Bu bizi yeni üsul olan ekstrakt təmiz neft texnologiyasını işləyib hazırlamağa sövq elədi. Bugün biz texnologiya şirkətiyik. Bizim Rocky Valley-dəki işimiz ekologiyaya heç bir pis təsir göstərməyəcək. Mən bütün etirazçıları əmin eləmək istəyirəm ki, ekstrakt zamanla ayaqlaşmağı bacarır. Heç kim ekologiyanı mənim qədər qoruya bilməz. Ekstrakt təmiz neft konsepsiyasını tamaşaçılarımızla bölüşdüyünüz üçün sağ olun. Kiçik reklam fasiləsindən sonra davam eləyəcəyik. Təmiz neft? O insanları ələ salır. Bu sadəcə şirkəti reklam eləməkdir. Müsahibə qəhrəmanı üzərindən pul qazanmaq, bəs jurnalist əxlaqı harda qaldı? Hey, ora baxın. Ekstrakt üçün təbiət hər şeydən üstündür. Baxın görün biz ekologiyanı necə qoruyuruq. Ekstrakt, yaşıl sənaye, təmiz gələcəyimiz üçün təmiz neft. Həmişə belə eləyir. Söhbətin ən şirin məqamında. Sən dəli olmusan? Ekstrakt qarşımızı kəsib, amma biz daha güclüyük. Çünki Bigfoot bizimlədir. Artıq Bigfoot bizimlədir. Aha, o bizim yanımızdadır. Salam dostum, nə fikirləşirsən? Ekstrakt deyir ki, onların nefti təmizdir. Güya ekologiyaya ziyan vurmurlar. Əgər belə davam eləsə, insanlar onlara inanmağa başlayacaqlar. Saxta xəbərlər pis deyil. Bu yeni dövrdür. Bizim dünyamız onların dünyasına qarşı. Əgər gizlətməli bir şey yoxdursa, onda mühafizə sistemi, tikanlı məftillər və dronlar nəyə lazımdır? Dostum, məncə onlar təmiz neft istehsalını sir kimi saxlamaq istəyirlər. Yəni, patent alana qədər. Biz mütləq körpünün o tərəfində nə olduğunu öyrənməliyik. Əgər neft istehsalı onların dediyi qədər təmizdirsə, onda qoy bütün dünyaya göstərsinlər. Yox, əgər yalandırsa, onda biz ekstraktı həmişəlik bağlayacağıq. Oo, yaxşı dedin dostum. Çünki Bigfoot bizimlədir, yeha! Çünki Bigfoot bizimlədir, hə! Çünki Bigfoot bizimlədir. Çünki Bigfoot bizimlədir. Çünki Bigfoot bizimlədir. Yox, çox araldadır. Yalan danışdıklarını bilirdim. Hamısı yalan imiş. Artıq durmaq vaxtıdır oğlan. Yaxşı, dururam. Görək gecə ərzində nə qədər baxış olub. Ata, sən bütün videoları silmisən ki. Videolar silinib. Siz Bigfoot kimi tanınan Dr. James Harrison'a zəng eləmisiz. İsmarışınızı qoyun. Salam ata, mənəm. Necə olub ki, bütün videolarını silmisən, hə? Şifrən də işləmir. Məni yığarsa necə qaytarmaq lazım olduğunu sənə deyərəm. Yaxşı, hələlik. Bu dəhşətdir. Atam kompüterlə necə davranmaq lazım olduğunu qətiyyən bilmir. Həmişə nəzarət etmək lazımdır ki, Bu gecə kompüterin Alyaskada təhlükəli bir qrup vəziyyətdə... etirazçının lideri olan Bigfoot sirli şəkildə işsiz soraqsız yoxa çıxdı. Nə? Əslinə qalsa, mən onun
necə çıxdığını gördüm. Elə bilirsiniz də, kol dalına gedəcək. Ona görə yaxınlaşmaq istəmədim. Başqa cür başa düşə bilərdi. Sonra ekstraktdan olan uşaqlar dedilər ki, onun körpünün keçməsi kameralara düşüb. Bax orada, onu axtarıblar. Amma tapdıqları ancaq bu olub. Vəssalam, biz güman edirik ki, Bigfoot'a canavarlar hücum eləyiblər. Canavarlar hücum eləyib? Bu cəfəngiyatdır. Atam heyvanlarla danışır. Onlar hücum eləməzlər. Adam haqlıdır. Bizim başımıza corab hörürlər. Dimdiyimlə hiss edirəm ki, burada nəsə düz deyil. Ah, qəribə şeylər baş verir. Bəlkə təbiətin cazibəsi çox güclüdür və yenidən onu özünə çəkir. Yox, elə şey ola bilməz. Adam, o evə qaydanda çox xoşbəxt görünürdü. Yaxşı, belə görürəm ki, biz də Alyaskaya uçmalı olacağıq. Uçmayacağıq, yox. Dünyanın o başında, meşənin dərinliklərində bizim Wilbur'un köməyinə ehtiyacımız olacaq. Biz furgonla gedəcəyik yana. Hey, məyər görmürsən mən də buradayam. Deməli mən də gedirəm. Yaxşı, Wilbur və Trapper. Hey, dayan görüm. Adam, sən 1000 kilometr yolu o sınıq salxaq maşında Grizzly və yenotla bir yerdə getmək istəyirsən? Bilirəm, maşının içi iylənəcək, amma biz bunu atam üçün eləyirik. Of, yaxşı, getdik. Sağ ol ata. Sağ olun kızlar. Ananızdan mukayyet olun ha. Axmaqlıq eləmə əziz. Yaxşı, amma buna söz vermirəm. Hey Stevie, benim serial yazmanı unutma ha. Mən sənsiz seriala baxmayacağım Wilbur. Mən onu gözləməyəcəm. Mən baxacağam. Nə var? Mən bilməliyəm. Brendin komadan çıxıb əkiz bacılardan görüşəcək ya yox. Mən mütləq bunu bilməliyəm. Mən bir neçə günlüyə getməli oldum. Mənim tapşırığımı götürə bilərsən? Çox sağ ol. Yaxşı, hələlik. Yox, birinci sənsəndir. Yox, sənsəndir. Mən söndürərəm. Hey! Torbada bir şey var. O senin kız dostundur. Sus, Trapper. Yoxsa damda getməli olacaqsan. Üzr istəyirəm, bağışla. Pardon. Mən səyahət eləməyi çox sevirəm. Hey, uşaqlar, kəmərləri bağlayın. Bu kəmər mənə çox balacadır. Kəmər heyvanlar üçün deyil. Biz insanların qaydalarıyla oynamırıq. Hey, yola bax. Deyəsən bu kəmərlər həqiqətən də işə yarayırlar. Yaxşı budur kəmər taxaq. Sənin anan çox möhkəm sürür. O nə dedi? Deyir ki, seçdiyin mahnılar çox Hə, gözəldir. əlbəttə. Sən dedin, mən də inandım. Don't sit down, turn around and let's get out of this town where the people have scars just from living. And let's drive on down below on this solemn country road while the city lights fade fast in the night. Searching out something more, we don't know yet where to go, but our faces are pointing to the target. No matter what we left behind, Kanada. Salam. Salam. Alyaska.
xoş gəlmisiniz. Kimə yazırsan əzizim? Heç kimə. Emma'ya yazırsan? Ola bilər. O çox mehriban qızdır, həm də gözəldir. Ona hisslərin haqqında danışmırsan? Ana, bəsdir. Bilirsən, atam da əvvəllər sənin kimi idi. Öz hisslərini deməyə utanırdı. Ana, əgər qurtarmasan özümü pəncərədən çölə atacağım, bəsdir. Mən onunla ilk görüşdüyümüz günü heç vaxt yaddan çıxarmayacağım. La, mən səni eşitmirəm. Həmişə belə eləyir. Söhbətin ən şirin məqamında. Ümid eləyirəm atam salamatdır. Adam, o 10 ildən çox meşələrdə tək yaşayıb. Əminəm ki, sağ-salamatdır. Mənə elə gəlir ki, o köhnə həyatı üçün darıxıb. Biz onu tapa bilməyəcəyik. İstəyirsiniz onu çölə tutmayın. Eləmə! Let's go out and living in the wild to claim our peace of mind out in the open. Rocky Valley mədəni. Çatdıq. Bura Rocky Valley mədənidir. Bura dəhşətli yerdir. Xilas ediciləri çağırın. Mən ilk dəfədir kabus şəhər görürəm. Mən qorxuram. Kabus deyilən bir şey yoxdur. Sadəcə elə deyirlər. Yox, mən qorxuram ki, burada keyfiyyətli pizza ala bilməyəcəm. Batdıq. Arxaya verə bilərsən? Yox, təkər sürüşür. Ey, əgər kabus şəhərdə ölsək, özümüz də şəhər kabuslarına çevriləcəyik. Zafer! Nə var? Ah, buradan çıxa bilməyəcəyik. Biz indi şəhərdən 1000 kilometr aralıdayıq. Ah, əgər atam burada olsaydı. Ah, xoş sözlər üçün çox sağ ol. Xeyli sakitləşdim. Bağışda, elə demək istəmirəm. Bağışlayın, bizi qorxutdunuz. Mən? Həyatımda ilk dəfədə kimisə qorxuduram. Sadəcə əsəblərim tarıma çəkilir. Xanım, deyirsiniz mən sizi qorxutdum, amma siz maşınınızla Grizzly aparırsınız. Onun adı Wilbur'du, sakit ayıdır. Hey, deyəsən siz etirazçılardansınız. Sizi televizorda görmüşdük. Salam, mən Arlo'yam. Arlo Woodstock. Salam Arla. Mən ərimi axtarıram. James Harrison'u. O hündür boydu, gözləri qonurdu, çox yaraşıqlıdır. Bir də o Bigfoot'dan acan. Birinci məhz bundan başlamaq lazımdır. Hə, o Bigfoot'dur. Mən buna heç cür öyrəşə bilmirəm. Bəs, o biri fəallar hardadır? Bigfoot yoxa çıxdıqdan sonra onlar qorxdular və qaçıb getdilər. Onlar atama nə olduğunu dəqiq demirlər. O möhkəm adamdır. Meşədə özünü evdəki kimi hiss. Bilmirəm bunun sizə köməyi olar ya yox, amma mən sizi onunla ilk görüşdüyüm yerə apara bilərəm. Yaxşı, mən Arlo ilə gedirəm. Adam, Wilbur'dan burada otur. Qətiyyən. Mən Alyaskaya maşında oturub gözləmək üçün gəlməmişəm ana. Mən özüm ora gedib baxacağam, dərhal da geri qayıdacağam. Ananın sözünə qulaq as dostum. Ayı üçün də ən təhlükəsiz yer elə buradır. Yəqin ki. Amma ana... Adam, söhbət bitdi. Qapını bağla, yalnız mən qaydanda açarsan. Yaxşı, baş üstə. Əgər onun başına bir iş gəlsə, sən xalça olacaqsan. Xalça? Yox, maşına getdim. Maşın daha yaxşıdır. Daş, qayçı, kağız. Mən utdum. Yox, mən utdum. Daş mənəm, qayçı sən. Qayçı, ağı səndə kağız idi. Yox, sən cığalsan. Yaxşı. Bəlkə poker oynayaq. Oynayaq. Bağışla Wilbur, məndə ikilərdir. Mən utdum. Ey, sən əminsən? Əlbəttə ki, əminəm. İki tuzu vurur. Ey, sən yenə cığallıq elədin. Mən kağız üzərində milyonçu idim. Amma bazar bağlandı və mən səhimlərimi sata bilmədim. Təsəvvür edirsən. Onlar gəlib çıxmadılar. Gedim bir baxım. Elə şey yoxdur. Mən səni buraxa bilmərəm. Anana söz Bütün bu vermişəm. olanlardan sonra sən mənim əleyhimə çıxıb onun tərəfini saxlayırsan? Şübhəsiz.
Ben senin anandan ilk kimi korkuram? O menden xalça düzeldi. Məndən də onun gözlərindən cin yağır adam. O xalis dəlidir. Şşş. Mən nəsə eşitdim. Sakit olun. Kimdi orada? Ananın dostları. Aç Anamın dostları? Axı o burada heç kimi tanımır. Tanıyır. Özü bizə dedi ki, səni onun yanına aparaq. Tez ol, vaxtımız yoxdur. Artıq səbrim tükəndi. Zarafat bitti oğlan. Sen bizle gelirsen. Adam. Tut onu. Kaç. Kaç buradan. Tez ol, sür onu da alacak. Tez. Özü yığıştı. Tez olun, bura. İndi sənə göstərirəm. Tez ol, dalınca sür. Cəld ol, tez. Deyəsən tullandı. Bura düşən sağ çıxmaz. İşi bitirdik, gedək. Əlbəttə, əlaqə yoxdur. Yox, bırak beni. Bura insan yeri değil. Git buradan. Çık git. Mən atamı axtarıram. Sen beni başa düşürsen. Hə, mən heyvanlarla danışıram. Mən sənə ziyan vurmaq istəmirəm, inan mənə. Yox. Yok, insanlara inanmak olmaz. Siz vadini məhv edirsiniz. Bizim gəzdiyimiz torpağı zəhərləyirsiniz. Sizə yalnız qara, iylənmiş su lazımdır. Başqa heç nə. Bu düz deyil. Atam bura gəlib ki, neftin çıxarılmasına mane olsun. Amma burada yoxa çıxıb. Ola bilsin, sən də burada yoxa çıxacaqsan. İnsanların hamısı pis deyil. Əgər atamı tapmaqda kömək eləsən, and içirəm ki, vadini xilas eləmək üçün əlimizdən gələni eləyəcəyik. Axı, niyə mən sənə inanmalıyam, hə? Ya mən sənə düzünü demişəm və biz bir-birimizə kömək eləyəcəyik. Ya da mən yalan demişəm və sən məni yeyəcəksən. Amma bu sümüyün üstündə çox az ət var. Neyniyim? Olanım odur da. Üstəlik, mən yeme olmağı planlaşdırmıram. Mən sənə düzünü dedim. Mən atanın harda olduğunu bilmirəm. Amma axtarışı hardan başlamaq lazım olduğunu göstərərəm. Ey Wilbur, kalk ayağa. Bir gülleye yıkılan yekeber. Kalk. İndi aydın oldu.
Beləliklə bizim başımız bəladadır. İndi tək başına qalmışıq. Ona görə də qida ehtiyatını yoxlamaq lazımdır. Oo. Hə, Yekəpər. Bilirəm, sən yeməyi çox sevirsən, amma biz qənaət eləməliyik. Amma o biri tərəfdən də zəifləyə bilməliyik, çünki müdafiə olmaq lazımdır. Amma sən yatırsan. Mən güclü olmalıyam. Çünki səni müdafiə eləməliyəm. Ona görə də vəzifə borcuna görə yeyəcəm. Ləzzət almaq üçün yox. Çox ləzzətlidir. Mən bütöv qutu zefiri yemək məcburiyyətindəyəm. Bax belə. Tez ol. Demək olar ki, çatmışıq. Sən artıq 10-cu dəfədir bunu deyirsən. Az qala acından ölürəm. Mən də öləni məmnuniyyətlə yeyərdim. Yaxşı dedin ha, söz oyunu. Hey, hara getdin? Ay, 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 tez aradan çıx. Dayan canavar, sən nə edirsən? Sənə nə olub belə? Sən onu tanıyırsan? Bu sənin dostundur. Yox, dostum deyil. Aydın oldu. Deməli sən məni tələyə salırsan, o isə məni yeyir. Sən qaç get, mən onunla məşğul Sən olarım. qaç get. Nazlı, atma məni. Atma. Dayan. Ne deyirsən? Dedim ki, dayan. Nə? Axı sənə nə olub belə? Bu instinktdir. Heç nə eləyə bilmərəm. Bilirsən, vegetarian olsaydın, daha çox dostun olardı, hə? Bura bax, yalquzaq sözü sənə tanış gəlir. Mən bura dost tapmaq üçün gəlməmişəm. Gəl gedək. O qayaların arxasındadır. Yaxşı, gedək də. Dəhşət. Bu da sənə ekologiyaya ziyan vurmayan təmiz neft. Aşağı əyil, dəmir quşlar. Mərc gələrəm ki, mənim atam oradadır. Gedək. Tez ol. Gəl də. Mən ora getməyəcəm. Nə? Mən zəhərlənmiş torpaqda gəzə bilmərəm. Sən məni burada atıb gedəcəksən? Mən sözümü tutdum və səni bura gətirdim. İndi sən sözünü tut və vadini xilas elə. Bəli, eşidirəm. Eşidirəm. Biz Alyaskada işimizi qutaran kimi məmnuniyyətlə sizin şəhərcikdə də təmiz neft istehsalına başlayacağıq. Bəli, bəli. Bizə də məhz bu lazımdır. Alyaskada quyu qazmaqdan zəhləm gedir. Soyuq adamı kəsir. Elədir, Texasda qazsaydı daha yaxşı olardı. Yox, mən Texası da sevmirəm. Ora çox istidir. Sənin də nə istədiyini başa düşmək olmur. Ekstrakt üçün təbiət hər şeydən vacibdir. Bir ətrafa baxın. Biz ekologiyanı qorumağa çalışırıq. Ekstraktdan təmiz neft. Təmiz gələcəyimizin naminə.
Çox gözəl. Sonra danışarıq. Hələlik. Heç təsəvvür edirsən, təmiz neft istehsalı. Bu insanlara nə desən inanırlar. Düz deyirəm babacan. Hətta biz qışda eskimoslara qar da sata bilərik. Əsas odur ki, görkəmin uyğun gəlsin. Əvvəlcə ən böyük üzüyümüzü götürürük. Sonra şlyapamızı götürürük. Kəmərlərimizin tokkasını da unutmayaq. Bax belə. Piu, piu. Sən çox yaraşıqlısan. Alo. Nə? Yaxşı, bir dəqiqə gəlirəm, gözləyin. Zibil, niye bu kadar ləngidirsiniz? Mr. Mandrake, donmuşlayın qazılması biz düşündüğümüzden biraz lənk gedir. Bakın. Məyər siz ağıllılar Alyaskanın soyuq yer olduğunu bilmirdiniz? Ayın sonunda biz ilk səhəm satışını həyata keçirəcəyik, amma hələ də bir nəticə yox. Amma sir, bizi BD-416'nın torpaqda yaradacağı zərbə dalğası narahat eləyir. BD-416. Bunun dəhşətli adı var. Çox rəsmi səslənir. Bundan sonra biz o bombanı Bum əmi adlandıracağıq. Bəli, sir. Bir pis xəbər də var. Zərbə dalğası. Bum əmi qitə tavasını dağıdacaq və böyük miqdarda neft kütləsi torpağın üst qatına çıxacaq. Səviyyə güman elədiyimizdən qat-qat artıq olacaq. O vadini basacaq. Gözə, maksimum güc, maksimum neft. Bunun nəyi pis xəbər oldu ki? Amma onda ətraf mühitə ciddi ziyan dəyəcək. Bigfoot və onun hippi dostları artıq yoxdur. Bunu kim biləcək ki? Əlbəttə biz həmişə olduğu kimi yenə də cəmiyyətdən üzr istəyəcəyik. Hey, oğlan, mən buradayam. Arlo? Adam, dostum, oraya getmə. Mühafizəçilər səni yuxarıda gözləyirlər. Burada başqa yol var. Ardımca gəl, tez ol. Siz burada nə edirsiniz? Hə, anan məni sənin dalınca göndərdi. O sənə görə çox narahatdır. O yaxşıdır? Əlbəttə yaxşıdır. Oh, götür, özün də bax. Və gəl biz bu işi sakitliklə, sülh şəraitində həll eləyək. Siz nə edirsiniz? Siz hippilər çox sadəlövsüz. Bəzən sizə yazığım da gəlir. Heç vaxt özünüzünkindən zərbə gözləmirsiniz. Elə bilirdim bizə kömək edirsiniz. Sən anlattığım üçün bağışla dostum. Hə, neynəmək olar balaca? Mən muzluyam. Kim çox pul verirsə, ona da işləyirəm. Neft isə həmişə çox pul deməkdir. Alo, mənəm. Bosa deyin ki, qayda pozanı gətirirəm. Heç ağlına da gətirmə, oğlan. Ne olup burada? Ekstraktın quldurları bizi yuxu dərmanı ilə yatızdırdılar. Sonra treylere koyup dereden aşağı yuvarladılar. Bilirsən ən pisi nədir? Ey, bütün yemeklerimizi apardılar. Hamısının son tükesine kadar. Sonra da buranı zibilleyip gittiler. Doğrudan ne danışırsan? O, biz adama mı? O bir tər kaçmağa macal tapdı. Biz onu mütləq tapmalıyıq. Bunu necə eləyəcəksən? Burada batıp kalmışıq. Eybi yox, mən itəliyərəm. Heç olmasa sən sürebilirsən. Bu ne axmaq sualdı verirsən? Axı mən yenotam. Əlbəttə sürməyi bacarıram. Köməyə görə çox sağ ol. Rədd ol mənim ərazimdən! Sürüş buradan! Çıx get! Mənim ərazimdən! Çıx get! Eşit git! Çıx get mənim ərazimdən! Rədd ol dedim! Çıx get! Gitin buradan! Sen sığından korkursan. Bu hiç de kötü değil. Tez ol, tembel, gel otur. Adamı tapmalıyıq. Kemerleri bağlayın, şampiyon havaya kalkır. İleri! Çekilin yoldan gizbeserler. Rally yarışçısı gelir. Bu işte taşmana kömək eləyir. Yoksa pencerelerin pedala çatmır. Aferin.
Əraziyə müdaxilə var körpüdə. Təkrar edirəm. Həyəcan. Körpüdən əraziyə müdaxilə olunub. Qırmızı furqonla. Dayan. Sen kırmızı furgon dedin. Giriş yoxdur. Geri qayıdın. Hey Wilbur, oxumağı bilirsən? Yox, nədir ki? Burada çoxlu lövhələr var. Yəqin ki, nəyisə reklam edirlər. Cəhənnəm olun, axmaqlar. Mən oxumağı bacarmıram. Mənim pullarımı görməyəcəksiniz. Əgər bu bizim son dəqiqəmizsə, onda sənə bəzi şeyləri deməliyəm. Mən də səni sevirəm Trapper. Onu yox. Yadındadır, demişdim yeməkləri ekstraktın uşaqları götürüblər. Ha? Amma yeməkləri mən... Sən sağsan. Sen ekstraktın uşaqları və yemək haqqında nəsə deyirdin. Demək istəyirdim ki, axı bu düzgün deyil. Onlar belə eləməməliydilər. Vəssalam. Elə bu. Sən özəl əraziyə soxulmusan, mən səni polisə təhvil verə bilərəm. Bu çox gözəl fikirdir. Gəlin polisləri çağıraq. Burada təhlükəsizliklə biz özümüz məşğul oluruq. Məyər neftə görə bu ərazini məhv eləməyə dəyər? Əlbəttə. Elə bilirsən məni maraqlandıran super təmiz enerjidir? Qətiyyən. Mən neftçiyəm. Mənim ulu babam neftçi olub, atamın atası neftçi olub və mənim dövrümdə də neft tükənməyəcək. Yeri gəlmişkən, neftin yeni üsulla çıxarılması gəlirlərimizi 2 qat artıracaq. Deyin görüm, mənim valideynlərim hardadır? Bilirsən nə var? Gəl belə danışaq. Əgər burada gördüklərini heç kimə deməzsən, səni onların yanına apararam. Ailəmi qaytarmaq üçün mən hər şey eləməyə hazıram. Ağıllı oğlansan. Əslində dünyada ən vacib şey ailədir, ailə. Hə, yaxşı. İndi mən sizi görüşdürərəm. Valideynlərin aşağıdadılar. Qırıldı, lənətə gəlmiş ağac. Mən Adam Harrisonam. Telefon əlaqəsi olmayan bir quyuda ilişib qalmışam. Bu telefonda ekstraktı həmişəlik bağlamaq üçün kifayət qədər sübut var. Bu telefonu kim tapsa, videonu internetə qoysun və buradakı adamların kim olduqlarını bütün dünya görsün. Ana və ata, əgər bunu görsəz, mən sizə bəzi şeylər demək istəyirəm. Ata, Alyaskaya getdiyinə hirsləndiyim üçün məni bağışla. Sən haqlısan. Bu ərazini xilas eləmək lazımdır. Ana, mən səni sevirəm və istəyirəm biləsən ki, hər şeyə görə sənə minnətdaram. Ruletlərdən başqa. Və sonda Emma. Mən başa düşdüm ki, həyat qısadır və öz hisslərimi sənə açmağa qorxduğuma görə peşmanam. Əgər düzünü desəm, sənsiz darıxacam, həm də çox. Ana, bax, bu mənəm. Adam! Sənə görə çox narahat idim. Sən yaxşısan? Yavaş ana, ağrıdır axı. İndi çıxararam. Dayan. Ehtiyatlı ol, neynirsən? Tərpənmə. Çox sağ ol. Atamı görmüsən? Məncə o da burada olmalıdır. Bu tünellərin ucu bucağı yoxdur. Heç bilmirəm onu necə tapacağıq. Atamın super eşitmə qabiliyyəti var. Əgər səs salsaq bizə eşidəcək. Ata! James! Ata! James! Ata! James! Ata! 啊！ James! 啊！ 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 啊！
Ata? Bu odur. Mən onun səsini eşitdim. Əminsən? Hə, gedək. Səs oradan gəlir. Deyəsən ayağım sınıb. Birləş, birləş. O buradadır. Salam ata. Salam oğlum. Sizi gördüyümə çox sevindim. Çox qorxdum. Elə bildim daha səni görməyəcəm. Bilirdim ki, məni tapacaqsınız. Bu işi tək bacaracağımı düşünməkdə səhv eləmişəm. Unut getsin. Bu işi bitirməliyik. Birlikdə. Buradan çıxmaq lazımdır. Ekstrakt buranı partlatmaq istəyir və mən partlayış vaxtı burada olmaq istəmirəm. Gəlin gedək. Mən heç yerə gələ bilməyəcəm. Ayağım sınıb. Yaxşı, indi həll eləyərəm. Sağ ol. Ata, biz bir ailəyik və həmişə də birlikdə olmalıyıq. Vəssalam, gedək buradan. Tez olun. Sir, layihədəki dərinliyə çatdıq. Nəhayət ki, indi isə bum əmini hazırlayın. Yəni bu əmrini hazırlayırıq. Dayanın bir dəqiqə. Eşidirsiniz? Hə. Yox. Səs o tərəfdən gəlir. Bu bombadır. Həmin o bomba. Əgər o partlasa, bütün şaxta dağılacaq. Bombanı dayandırmaq lazımdır. Əgər dronlar bizi görsə... Məncə hələ görməyiblər. Sir, siz bunu görməlisiniz. Baxın. Onlar bizim əməliyyatımızı pozmamalıdırlar. Elə eləyin ki, onlar yox olsunlar. Başa düşdünüz? Sir, bir şeyə aydınlıq gətirmək istəyirəm, amma xahiş eləyirəm inciməyəsiz. Siz onları öldürməyimi xahiş eləyirsiniz, hə? Sadəcə mənim iş müqaviləmdə belə şey yoxdur axı. Ver bura görüm o müqaviləni. Qarxaq! Harla, bura gəl görüm. Elə bilirdim çağırmayacaqsınız. Sürüş burada. Dostum, baxaq görək bu dronlar nəyə qadirdirlər. Belə. Qaçaq! Yaxşı, mən haqlı değildim. Onlar bizi gördülər. Bunu necə bildin ana? Anandan kobud danışma. Bura gəl. Açıl görüm dəmir yığını, açıl. Ata, dron burası kəsin. Yox. Yenəcək. Deyəsən alındı. Amerika təpəciklərindən zəhləm gedir. İndi isə gəzmək vaxtıdır. Yaxşı, gedək. Əgər tunel dağılmayıbsa, bu relslər bizi harasa aparmalıdır. Əl çəkmək istəmirlər. Var gücünlə elə. Biraz yavaş. Biz aşa bilərik. Ana, biz tərk edilmiş mədəndəyik və bu dəli dronlar bizi öldürmək istəyir. Təsəvvür eləyirsən? Yaxşı, görək bu drona nə deyəcəksiniz. Ata! Ay Sibil, dronu vurdular. Oyuncağımı sındırdılar.
Ay kişi, əslində qalsa onlar mənimdir. Pullarını mən vermişəm. Adam! Möhkəm yapış! Adam, Şenli, ben buradayım. Ehtiyatlı ol. Adam. Yaxşı. Çoxaldılar! Yox. Ela, biz xilas olduq. Axırıncı dronda vurdular. Yaxşı, onlar bu məmmidən qaça bilməyəcəklər. Partlayış 24 saatdan sonraya planlaşdırılıb. Biz avadanlıqları yığışdırmalıyıq, həm də təxliyə olmalı. Plan dəyişdi. 10 dəqiqə vaxtımız var. Axı bağılsızdır. Vadidəki hər şey möcüzəvi neft okeanının altında qalacaq. Yığışın, təxliyə elan olunur. Partlayışa 10 dəqiqə qaldı. Təxliyə elan olunur. Partlayışa 10 dəqiqə Tez olun, qaçaq. Ora baxın, partlayışın təsirindən bütün neft yanır. Uşaqlar, Tullanmalı olacağıq. Sürətimiz bəs eləməyəcək. Möhkəm yapışın. nəfəs almayın, tüysüz zərlidir. Qabaqda işıq görünür. Biz xilas olduq. Nəhayət, təmiz havaya çıxdıq. Oh, yenə onlaynıq. Görək dünya ekstraktın planlarına nə deyəcək? Hə, tez ol. Modemdən gələn internet bundan daha sürətli idi. Yox. Adam, indi selfie çəkməyin vaxtı deyil. Ana, mən burada işlə məşğulam. Əyləci dart. Alamır. Möhkəm dartmaq lazımdır. Əla dartdın, əzizim. Qabaqda çay var. Tullanmalı olacağıq. Mən tuluna bilməyəcəm. Telefon... Adam! Bəs anan hanı? Şerli! Şelale! Yok! Ana, ata! Siz yaxşısınız? Hə, biz yaxşıyıq. Təxliyə elan olunur. Təxliyə elan olunur. Partlayışa 2 dəqiqə 30 saniyə qaldı. Təxliyə elan Adam, olunur. qaç get vadidən. Çalış daha yuxarı qalxasan. Bəs siz necə? Her şey yaxşı olacak. Tez ol, Təxliyə elan kaç. olunur. Partlayışa 1 dəqiqə 30 saniyə qaldı.
Partlayışa 60 saniyə qaldı. Vaxt bitmək üzrədir. Tez ol. Ümid edirəm adam qaçıb uzaqlaşa bildi. Mən buna əminəm. Tez ol. Partlayışa 30 saniyə qaldı. Adam! Ay, yox. Yaxşı. Bəs bura necə düşüm? Partlayışa 15 saniyə qaldı. Ümid edirəm alınacaq. Tez ol, hə? Ne oldu? Ləğv olundu. Alındı. Yaman yoruldum. Yok! Bu mümkün değil! Siz orada neyi gözləyirsiniz? Bir de yoklayın! Tez bir de yoklayın! Bu elə də asan deyil, ser. Vaxt bombanın özündən dayandırılanda onu yalnız başqa bomba ilə partlatmaq mümkündür. Yani küçük bir bombanı partladırıq və salam. Bəli, güman eləyirəm kiçik bir bomba BD 416-nı partlatmağa kifayət eləyər. Yəni bum əmini, bağışlayın məni. Arlo, sen bunu eləyə bilərsən? Asanlıqla. Uşaqlıqda bütöv bir evi partlatmışam. Çox əyləncəli işdir. Əla, onda irəli. Ay, bu işdən çox yorulmuşam. Yenə nə oldu? Yeni bomba Ay, hazırlayın. yox. Bombanı atandan sonra nə qədər ki neft buraları basmayıb, qayalardan birinin başına dırmaşmaq lazımdır. Ne kadar tez? Nə vaxtsa təcili ayaq yoluna qaçmısınız? Hə, bax, eynən o cür. Qəhrəman kəratında 4 nala çapı. Odur, onlardı. Onları dayandırmaq lazımdır. Qaza bas. Artıq basılıb, amma bəlkə belə daha yaxşı olar. Gəlirik adam. Bu nədir? Bu nə sirkdir belə? Qorxmayın, bu ayı zərərsiz aydır. Hey, sakit ol. Gözlə, Sakit ol. bu saat həll eləyərəm. Bilbur, ehtiyatlı ol. Ay. Trapper. Yox, yenə yatmalı olacağım. Bilbur, özünü gözlə. Onların dərsini ver, Wilbur. Mənə görə narahat olma. Mən artıq bu dünyadan köçürəm. Oho, kimi görürəm? Yenidən xoş gəlmisən, Mr. Bigfoot. Deyəsən darıxmısan. Tez ol, bombanı ver. Verə bilmərəm. Onunla birlikdə partlamaq istəyirsən? Hər şey bitdi. Başa düş, siz hippilər bizə qalib gələ bilməzsiniz. Siz sevgiyə və nağıllara inanırsınız, Bigfoot. Amma sənin kiminlər anlamır. Yox. Hey, bunun ışığı yanıp sönür. Belki onu söndüresen. Ay, Zipi, söndürə bilməyəcəm. Plan B. Hər şey bir tükdən asılı idi və sən bacardın, oğlum. Həm də çox nazik tükdən, hə? Bir də belə şeylər eləmə, Adam. Sən sağsan, mən səndən fəxr edirəm. Ha? Uşaqlar, sizə nə olub belə? Furqonu darmadağın eləmisiniz ki? Benim hiçbir günahım yoktu. Trapper? Trapper onu. Mən buradayım. Danışan 6-cı kanalın xəbərlər proqramıdır. Sizə bir neçə sualımız var. Alındı. Onlar videoya baxıblar. Ey Mandrake, gülümsə. Səni müxbirlər çəkirlər. Onlar orada nə
neyniyirlər? Bura qapalı hava Onlar məkanıdır. sizin elədiklərinizi bütün dünyaya göstərirlər. Onda deyim ki, sizin Rocky Valley'nin dağılması planı haqqında dediklərinizi internetə qoymuşam. Bu saxta xəbərdir. Biz hər şeyi inkar eləyəcəyik. Belə bir deyim var. Həqiqət insanı azad eləyir, amma səni yox. Səni həbs eləyəcəklər. Ora baxın, polislər. Yox. Tutun görüm necə tutursuz. Necədir xoşuna gəlir? Rədd ol mənim torpağımdan! Eşidirsən, rədd ol! Okey, dedim ki başa düşəsən, demədim ki bunu əzbər deyəsən. Get yeməyi ye. İnsan ətini xoşlamıram, amma ağ dovşanları... Nədir? Yenə başladı? Bir həftə sonra Mən Becky Debmorayam və siz Sabahın Xeyir Dünya proqramına baxırsınız. Hal-hazırda Alyaskadayam. Burada Bigfoot və onun ailəsi Rocky Valley-ni ekoloji fəlakətdən xilas eləyib. Salam, Doktor Harrison. Görürəm siz dünyamızı yaxşılaşdırmağın yolunu tapmısınız. Sağ olun Becky, amma Rocky Valley-ni mən yox, oğlum Adam xilas eləyib. Bəs sən adam, bu haqda nə deyə bilərsən? bilirsiniz, atam haqlıydı. Bir nəfər dünyanı dəyişməyə qadirdir. Hökumət bu torpaqları qoruma altına alır. Daha heç kim burada neft çıxara bilməyəcək. Ana, yəqin ki siz ondan fəxr eləyirsiniz. Əlbəttə. Mən bütün ailəmlə fəxr eləyirəm. Ben yaxşıyam. Qəhvə. Və mən neft şirkətinin prezidentini tutub onun donuz gözlərinə oxşayan gözlərinə baxıb dedim. Bəs tu burada rütubət yarattın. Çatdı, emal olunmamış neft rütubət yaradırmış. Düzünü deyim ki, bu heç də gülməli deyil. Məsələnin mahiyyəti budur ki, hamını mən xilas eləmişəm və bu hekayənin qəhrəmanı mənəm. Yaxşı, Will burada mənə kömək eləyib. Bir balaca da adam. Amma əsas qəhrəman mənəm. Ups, bağışla. Sərras atmadı. Mən hissənə də bilərdim. Amma etiraf edeyim ki, çox ləzzətli fəsələ pişirirsən. Davam elə. Mən gecikirəm. Axşam görüşərik, sağ olun. Yaxşı yox. Emma'ya salam deyərsən. Sevdim səni mən. Ana, onlara heç nə demə də. Kimə nə deməsin, hə? Salam Emma. Sən tam vaxtında gəlmisən. Nəyə baxırsan orada? Bilirsən, sən videonu yükləyəndə bütün videolar yüklənib. Emma, mən başa düşdüm ki, həyat qısadır və öz hisslərimi sənə açmağa qorxduğuma görə... Ey! Emma, gəl səndən dost olaq. Onlara fikir vermə. Gedək buradan, gəl. Gedək. Deyəsən bizim balacamız artıq böyüyüb.